Yazığım gəlir o insanlara. Lap yaşa 60 il, 100 il, 150 il. Hamısını lap belə qır, ləl, cəvahir içində yaşa. Ne olsun? Bir şey ki sonda vidalaşacaqsan və vidalaşacağın günü də bilmirsən. Kim deyib ki qocalıb öləcəksən? Yalan deyib. Kim deyib ki xəstə olub öləcəksən? Yalan deyib. Sağlam ölən görməmisənmi? Cavan ölən getmədimi? Bunlar bizə ibrətdir möminlər. Biz bu ibrətləri yığmaq üçün gəlirik bu cümələrə. Boş bihuda vaxt keçirmək üçün yox. Gözümüz açılsın, qəflət pərdələri yırtılsın deyə biz bu mütəhhər Əhl-i Beyt elmlərini oxuyur, danışır, tərcümə edirik. Allah danışana da dinləyənə də əməl eləməyi, sadiq qalmağı nəsib eləsin.